Amerikanın cənub ştatlarında memarlıq həmişəki kimi böyük sütunlu malikanələr, sosiallaşmaq üçün uzun eyvanlar və New Orleanın bəzəkli fransız kolonial evləri ilə assosiasiya olunur. Lakin Vaşinqtondakı Milli Tikinti Muzeyində keçirilən South Fort adlı sərgi yeni cənub estetikası ilə tanış edir. Onlarla memarlıq şirkəti Şimali Karolina sahilindən Oklahomaya qədər uzanan I-40 avtomobil yolunun cənub-şərq hissəsində inşa olunmuş layihələrin dizaynlarını təqdim ediblər. Biz bu sərgini gətirmək üçün Arkansas Universiteti ilə əməkdaşlıq etdiyimizdən məmnunuq. Burada yerli və müasir memarlıqla çalışan, cənub memarlığını yenidən təqdim edən memarlara vurğulamaq istədik. New Orleans-da Jonathan Tate'in şirkəti münasib qiymətə mənzil layihələri üzərində işləyir. Şimali Karolinada isə memar Catherine Hogan və onun komandası məktəblər və mədəniyyət mərkəzləri dizayn edirlər. South Fort sərgisində həmçinin futuristik Arkansas Universitetinin icma dizayn mərkəzi, eləcə də Tennessee ştatının Memphis şəhərində yerləşən orta əsr üslublu Redeemer Presbyterian kilsəsi təqdim olunur. Ümid edirəm ki, sərgimiz Cənubun müasir memarlığının canlılığını, inkişaf keyfiyyətini və düşüncəli yanaşmasını nümayiş etdirir. Sərgi Cənubu bu memarların gözündən təsvir edir. Dinamik, cəsarətli və canlı. Memarlıq yalnız bir xidmət və ya məhsul deyil. O, bu icmalar üçün vacib olan dəyərləri əks etdirmə gücünə malikdir, deyə Duval Decker mərkəzinin baş memarı Royal Decker bildirir. Dayanıqlı, ədalətli və iqtisadi cəhətdən sərfəli olan nədir? Biz məhdud resursları, böyük ehtiyacları və bərabərsizlikləri olan bir bölgədə fəaliyyət göstəririk. Sual budur ki, memarlıq necə müsbət təsir göstərə bilər? South Fort sərgisi həmçinin ictimai məkanları, məktəbləri, mədəniyyət mərkəzlərini və yerli icmaların həyat keyfiyyətini yaxşılaşdıran digər obyektləri də araşdırır. Marlon Blackwell'in işlərini görə bilərsiniz. Onun şirkətinin işi olan böyük, anbara bənzər bir bina əslində məktəbdir. Bu qeyri-adi bir işdir. Sərgi fevral ayının ortalarında açılıb və 2026-cı ilin qışına qədər davam edəcək.